Invest Akademiyadan hər kəsə salam. Bugün maliyyə bazarlarının ən təməl, lakin portfelləri bir anda alt-üst edə biləcək qədər güclü bir mexanizmi detallı şəkildə analiz edəcəyik. Mərkəzi banklar faiz dərəcələrini artıranda hansı sektorlar çökür, hansılar isə bu vəziyyətdən qidalanaraq böyüyür. İnvestisiya dünyasında hər şeyin təməlində tək bir amil dayanır: pulun qiyməti. Bəli, pulun da bir qiyməti var və bu qiymətə biz faiz dərəcəsi deyirik. Mərkəzi banklar, xüsusən də qlobal bazarların istiqamətini təyin edən ABŞ Federal Ehtiyat Sistemi (Fed) faiz dərəcələrini artırdıqda sistemdəki ucuz və bol olan pul yoxa çıxır. Borclanmaq bahalaşır, şirkətlərin kapital xərcləri artır və iqtisadiyyat zəifləməyə başlayır. Bu proses makroiqtisadi əyləc adlanır və məqsədi yüksələn inflyasiyanı cilovlamaqdır. Lakin bu əyləcə basıldıqda bütün sektorlar eyni sarsıntını yaşamır. Məşhur investor Warren Buffett'ın dediyi kimi, faiz dərəcələrinin aktivlərin qiymətinə təsiri qravitasiyanın maddəyə olan təsiri kimidir. Faizlər artdıqca hər şeyin dəyəri aşağı çəkilir. Bəs bu qravitasiya ən çox hansı sektorları zəiflədir? Gəlin əvvəlcə faiz artımının ən böyük zərər çəkənlərindən, yəni məğlublardan başlayaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Məğlub sektor 1. Texnologiya və growth, böyümə şirkətləri. Faiz dərəcələrinin artması xəbəri gələn kimi birrada qırmızıya boyanan ilk indeks həmişə texnologiya şirkətlərinin cəmləşdiyi Nasdaq olur. Bəs niyə məhz texnologiya? Bunun arxasında riyazi və struktur səbəblər dayanır. Birinci, gələcək nağd pul axınlarının bugünkü dəyəri, yəni discounted cash flow (DCP), maliyyədə bir şirkətin dəyəri onun bugün qazandığı pula görə deyil, məhz gələcəkdə qazanacağı təxmin edilən pulların bugünkü dəyərinə görə hesablanır. Bir çox gənc texnologiya və süni intellekt və ya proqram təminatı SaaS şirkətləri bugün zərərlə işləyir. Lakin investorlar onların 10 il sonra milyardlar qazanacağına inanaraq bugün o səhmlərə yüksək qiymət verirlər. Lakin gələcəkdəki o qazancı bugünkü dəyərə çevirmək üçün faiz dərəcəsindən istifadə olunur. Faiz dərəcələri 0 olanda gələcəkdəki $100 bugünkü dəyərinin təxminən $100'dır. Amma Mərkəzi Bank faizləri 5%-ə qaldıranda 10 il sonraki $100'ın bugünkü dəyəri kəskin şəkildə kiçilməyə doğru gedir. İnvestor haqlı olaraq düşünür: mən niyə 10 il sonraki riski, qazancı gözləyim? İkinci, bahalı borclanma və kapitalın dəyəri, cost of capital. Böyümə mərhələsində olan şirkətlər sürətlə genişlənmək, rəqibləri üstələmək və yeni texnologiyalar yaratmaq üçün dayanmadan xarici maliyyələşmələrlə, yəni borca və ya yeni səhm emissiyasına ehtiyac duyurlar. Ucuz pul dövründə bu çox asandır, lakin faizlər artdıqda kreditlər bahalaşır. Şirkətlərin xərcləri çoxalır, mənfəət marjası azalır və böyümə sürəti istər-istəməz ləngiyir. Məğlub sektor 2. Daşınmaz əmlak və reytlər. Daşınmaz əmlak bazarı birbaşa kredit və borclanma üzərində inşa edilib. İstər fərdi mənzil bazarı, istərsə də kommersiya obyektləri faiz dərəcələrinə qarşı son dərəcə həssasdır. İpoteka faizlərinin təsiri. Mərkəzi bank faizləri artıranda bankların təklif etdiyi ipoteka faizləri də paralel olaraq yüksəlir. Məsələn, 30% illik ipoteka faizi 30%-dən 7%-ə qalxanda eyni ev üçün ödəniləcək aylıq məbləğ bəzən 2 dəfəyə yaxın artır. Bu isə birbaşa olaraq insanların alıcılıq qabiliyyətini məhv edir. Tələb azalır, evlər satılmır, tikinti şirkətlərinin və material istehsalçılarının gəlirləri düşür. Daşınmaz əmlak investisiya fondları, reytlər, bu fondlar nəhəng ofis binaları, ticarət mərkəzləri və ambarlar tikmək üçün böyük məbləğlərdə borclanırlar. Kredit faizləri artdıqca bu fondlanan borc xidməti xərcləri də artır. Digər tərəfdən reytlər adətən yüksək dividend verən aktivlər kimi tanınır.
Amma risksiz dövlət istiqrazlarının gəlirliliyi reytlərin verdiyi dividendi keçdikdə investorlar riskli əmlak fondlarını satıb pullarını dövlət istiqrazlarına yönləndirirlər. Məğlub sektor 3. İstəyə bağlı istehlak malları. Bu sektor iqtisadiyyatın lüks və keyf hissəsidir. Bura avtomobil istehsalçıları, məsələn Tesla, Ford, lüks geyim brendləri LVMH, səyahət şirkətləri, otellər, bahalı restoran şəbəkələri və əyləncə platformaları aiddir. Bunlar yaşamaq üçün məcburi deyil, insanların sərbəst pulu olanda xərclədikləri sahələrdir. Faizlər yüksək olanda vətəndaşların həm ipoteka, həm də kredit kartı, həm də avtomobil kreditlərinin aylıq ödənişi artır. Əhalinin cibində qalan sərbəst gəlir azalır. İnflyasiya və yüksək faiz mühitində istehlakçı büdcəsini qorumaq üçün ilk növbədə nədən imtina edir? Təbii ki, qidadan yox. O, bu ilki xarici tətilini təxirə salır. Yeni maşın almaq əvəzinə köhnəni təmir etdirir, həftə sonları restorana getmək əvəzinə isə evdə yemək yeyir. İstehlakçı davranışındakı bu kiçiltmə həmin sektorun gəlirlərini bıçaq kimi kəsir. Eyni zamanda burada zənginlik effekti də rol oynayır. Faizlər artdıqca birja və ev qiymətləri düşür. İnsanlar kağız üzərində özlərini daha kasıb hiss etdikləri üçün psixoloji olaraq xərcləmələrini məhdudlaşdırırlar. Məğlub sektor 4. Kommunal xidmətlər və sənaye. Bir çox yeni investor düşünür ki, insanlar faizlər qalxdı deyə işığı, qazı söndürmür. Bu şirkətlər niyə zərər çəkir? Səbəb istehlakda deyil, investor psixologiyasındadır. Kommunal şirkətlər çox ləng böyüyən, lakin stabil olaraq yüksək dividend ödəyən şirkətlərdir. Faizlər aşağı olanda investorlar bu şirkətləri sırf dividendlərinə görə alırlar. Lakin Mərkəzi Bank faizləri qaldıranda və 100% zəmanətli ABŞ dövlət istiqrazlarının gəlirliliyi 5%-ə çatanda heç kim eyni gəliri əldə etmək üçün səhəm bazarının riskini daşımaq istəmir. Kapital kommunal sektordan çıxıb istiqraz bazarına axır. Sənaye sektorunda isə fərqli dinamika işləyir. Ağır maşınqayırma, aviasiya, zavod tikintisi böyük kapital xərcləri tələb edir. Borclanma xərcləri artanda sənaye nəhəngləri yeni layihələrə başlamağı təxirə salır ki, bu da sektorun böyüməsini dayandırır. Bura qədər iqtisadiyyatın zərər çəkən tərəfini analiz etdik. Amma birjanın qızıl qanunu var. Bir yerdə itirilən pul mütləq başqa bir yerdə kimsə tərəfindən qazanılır. İndi isə keçək faiz artımını fürsətə çevirən qalib sektorlara. Qalib sektor 1. Maliyyə və bank sektoru. Mərkəzi banklar faizləri artıranda ən çox sevinən sektorlar şübhəsiz ki, banklardır. Bankların əsas gəliri modeli xalis faiz marjası net interest margin adlanır. Bu bankın verdiyi kreditlərdən əldə etdiyi faiz gəliri ilə cəlb etdiyi depozitlərə ödədiyi faiz xərci arasındakı fərqdir. Mexanizm belə işləyir. Mərkəzi bank faiz dərəcəsini artırdığı gün banklar dərhal bütün yeni və dəyişkən faizli kreditlərin faizini qaldırırlar. Lakin sizin bankdakı depozitinizə verdikləri faiz eyni sürətlə və eyni miqdarda artırmırlar. Nəticədə aradakı fərq, yəni marja genişlənir və bankların xalis mənfəəti rekord səviyyələrə çatır. Bundan əlavə kommersiya banklarının mərkəzi bankda saxladıqları nəhəng ehtiyat vəsaitləri var. Faizlər artanda dövlət bu ehtiyatlara görə banklara daha yüksək faiz ödəyir. Bank heç bir risk etmədən, əlavə heç bir əməliyyat etmədən milyardlarla dollar xalis gəlir əldə edir. Burada kiçik bir məqam var. Əgər faizlər həddindən artıb, dərin iqtisadi böhran yaradırsa, kreditlərin qaytarılmaması riski yaranır ki, bu banklara zərər vura bilər. Amma idarə olunan faiz artımı dövrlərində banklar həmişə qalibdir. Qalib sektor 2. Sığorta şirkətləri. Maliyyə dünyasının bəzən unudulan, lakin ən stabil qazanan qurumları sığorta şirkətləridir. Sığorta şirkətlərinin biznes modeli üzən pul adlanan bir anlayışa əsaslanır. Sığorta şirkəti sizdən və milyonlarla digər insanlardan hər ay sığorta haqqı yığır. Bu böyük məbləğdə nəqd pul şirkətin kassasına girir. Lakin bir qəza və ya təbii fəlakət baş verib sığorta ödənişi tələb olunana qədər, bəlkə də illərlə o pul şirkətin sərəncamında qalır. Şirkətlər bu milyardlarla dolları sadəcə seyfdə saxlamır. Onu davamlı olaraq qısa müddətli, risksiz dövlət istiqrazlarına yatırırlar. Faizlər 0% olanda bu istiqrazlardan gələn gəlir cüzi olur. Amma faizlər 5%-ə qalxanda kənar bir risk almadan
Şirkətin kassasındakı sərbəst pullar hər il 100 milyonlarla dollar əlavə qazanc gətirməyə başlayır. Buna görə də sığorta sektorunun səhmləri yüksək faiz mühitində son dərəcə güclü və cəlbedici olur. Qalib sektor 3. Gündəlik, tələbat malları və səhiyyə. Bu iki sektor faiz artımından birbaşa pul qazanmasa da müdafiə xarakterli olduqları üçün qaliblər sırasındadır. İqtisadiyyatda qasırğa qopanda batmayan yeganə gəmilər bunlardır. İnflyasiya 10% olanda, kredit faizləri 15%-ə çatanda iqtisadi böhran başlasa da, insanlar səhər oyananda dişlərini fırçalamalı, sabundan istifadə etməli, çörək almalı və körpələrinə qida verməlidirlər. Bu qeyri-elastik tələbdir. Procter & Gamble, Unilever, Coca-Cola, Walmart kimi nəhənglər bu sektorun əsas oyuncularıdır. Eyni məntiq səhiyyə sektorunda da aiddir. Heç kim faizlər qalxdı deyə xərçəng müalicəsini, diabet dərmanını və ya təcili əməliyyatlarını təxirə salmır. Daha da önəmlisi, bu şirkətlərin gücü, qiymət təyin etmə gücü var. İnflyasiya səbəbindən istehsal xərcləri artanda bu şirkətlər məhsulun qiymətlərini rahatlıqla qaldırırlar. Onlar bilirlər ki, müştəri şikayət etsə belə o dərman vasitələrini, o çörəyi məcburən alacaq. Beləliklə xərcləri birbaşa istehlakçıya ötürərək öz mənfəət marjalarını qoruya bilirlər. Ağıllı investorlar fırtınalı dövrlərdə texnologiya səhmlərini satıb, kapitallarını bu cür təhlükəsiz limanlara yönləndirirlər. 4-cü qalib, nəqd pul. Yüksək faiz mühitinin ən böyük qaliblərindən biri elə nəqd pulun və ya ona bənzər tutulan qısa müddətli istiqrazların özüdür. Aşağı faiz dövrlərində pulu bankda və ya kənarda saxlamaq onun inflyasiya qarşısında əriməsinə razı olmaq deməkdir. İnvestorlar gəlir əldə etmək üçün məcburən qalıb riski aktivlərə, kriptolara və ya spekulyativ səhmlərə üst tuturlar. Lakin faizlər qalxanda vəziyyət dəyişir. Siz artıq heç bir risk almadan pulunuzu qısa müddətli ABŞ xəzinədarlıq istiqrazlarında saxlayaraq illik 4-5% dollar gəliri əldə edə bilərsiniz. Bu bütün maliyyə sisteminin təməli olan risksiz gəlir dərəcəsidir. Üstəlik əlinizdə nəqd pulun olması bazar ən dibə vurulan anlarda fundamental cəhətdən güclü şirkətləri böyük endirimlərlə almaq üçün sizə unikal fürsət yaradır. Yaxşı, investorlar kimi biz nə etməliyik? Bütün bu mexanizmləri makroiqtisadi əyləcin necə işlədiyini, kimin niyə qazanıb, nə itirdiyini dərk etdikdən sonra portfelinizi qorumaq üçün atmalı olduğunuz konkret addımlar var. Birincisi, balans hesabatı analizi. Səhminə yatırım etdiyiniz şirkətin sektorundan asılı olmayaraq, mütləq onun borc yükünə baxın. Şirkətin qısa müddətli və dəyişkən faizi böyük borcları varsa, o şirkət yüksək faiz mühitində əziləcək. Şirkətin faiz ödəmə əmsalı, interest coverage ratio yüksək olmalıdır. Yəni qazandığı əməliyyat mənfəəti ödədiyi faiz xərclərindən çox rahatlıqla qarşılamalıdır. Xəzinəsində bol nəqd pul olan, sərbəst nəqd pul axını güclü olan şirkətlər bu dövrün əsl rəhbərləridir. İkinci, hekayədən dəyərə keçid. Utopik hekayələr satan, amma hələ də zərərlə işləyən startaplardan uzaq durun. Gəlir modeli tam formalaşmamış. Bugün real mənfəət edən, öz sahəsinin inhisarçısı olan və dividend ödəyən ənənəvi dəyər səhmlərinə yönəlin. Tarixi qanuna uyğunluq göstərir ki, Mərkəzi bank faizləri artıranda dəyər səhmləri həmişə böyümə səhmlərini üstələyir. Üçüncü, həqiqi diversifikasiya. Portfelinizi sadəcə Apple, Tesla və ya Nvidia-dan ibarətdirsə, siz sadəcə texnologiya sektorunun riskini daşıyırsınız. Əsl çeşidlənmə fərqli qanunlarla işləyən sektorları bir araya gətirməkdir. Portfelinizin bir küncündə böyümə səhmləri varsa, digər küncündə mütləq banklar, sığorta şirkətləri, qida nəhəngləri və ən əsası müəyyən miqdarda da nəqd pul olmalıdır. Dördüncü, mərkəzi bankla savaşmayın. Birja dünyasının ən qədim və dəyişməz qaydasıdır. Əgər Fed sədri çıxıb faizləri artıracağını və iqtisadiyyatı soyudacağını deyirsə, bazara qarşı çıxıb bütün pulunuzu riskli aktivlərə girməyin. Pulunuzu bir dəfəyə deyil, aylara bölərək hissə-hissə bazara daxil edin ki, qiymət dalğalanmalarından sığortalana biləsiniz. Nəticə olaraq iqtisadiyyat daim nəfəs alan, böyüyən və daralan dövrlərdən, yəni sikllardan ibarətdir. Heç bir yüksəliş sonsuz deyil, heç bir böhran da əbədi deyil. Faizlər artırılır, sistemlər təmizlənir, inflyasiya düşür və vaxtı gələndə iqtisadiyyatın yenidən canlandırmaq üçün faizlər yenidən endirilir.
Uğurlu və peşəkar investor olmaq sadəcə şans məsələsi deyil. Uğur bu siklləri qabaqcadan oxumaq və yelkənləri küləyə qarşı yox, küləyin istiqamətinə görə təmiz. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinize əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Küləyin istiqamətinə görə tənzimləməkdir. Bugünlük bu qədər. Video xoşunuza gəldisə bəyənməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Növbəti videolarda görüşənədək.